Salam aleykum değerli dostlar. Hamınızı Allah'ın salamıyla salamlayıram. Hamınıza xeyir, bərəkət arzu edirəm. Bundan önceki videoda dinimizin, dini həyatımızın mərkəzinə Quranın gətirilməsi ilə əlaqədar olaraq fikirlər səsləndirmişdim və orada belə bir fikir ifadə etmişdim ki, istər ümumi düşüncəmizi, istər insani münasibətlərimizi, istərsə dinlə bağlı fikirlərimizin evini yıxan xırdaçılıqdır, detalçılıqdır. Yəni həddən ziyadə detalçılığa getmək dinimizin və ümumiyyətlə insani yaşantımızın çətinliklərinə səbəb olur. Bu dediklərimlə əlaqədar olaraq bir qardaş tərəfindən mənə bir sual ünvanlandı ki, detalçılıq dedikdə, xırdaçılıq dedikdə nəyi nəzərdə tuturam? Bu 1000 il ərzində İslam dünyasında formalaşan irsin tamamilə kənara atılmasını nəzərdə tuturam. Kitablar yazılıb, orada bölmələr açılıbdır. Yəni bablar açılıbdır. Bablar yəni bölmələr anlamına gəlir. Biz bunların hansının detalçı və xırdaçı olduğunu necə müəyyən edərik? Bunları bir kənara mı ataq? Əlbəttə ki, detalçılıq dedikdə 1000 il ərzində formalaşmış olan, İslam dünyasında formalaşmış olan o elmi irsin bir kənara atılması nəzərdə tutulmur. Nədir detalçılıq, nədir xırdaçılıq? Qurandan iki misal üzərində fikirlərinizi cəmləmək istəyirəm. Birinci misal Bəqərə surəsindədir, növbəti iki misal isə Kəhf surəsindəndir. Birinci Bəqərə surəsində belə bir qissə var. Əzəmətli peyğəmbərlərdən biri olan Həzrət Musa öz qövmünə deyir ki, Allah Teala sizdən inək qurban kəsməyinizi tələb etdi. Onun qövmü isə Musaya cavab verir ki, sən bizimlə istehza mı edirsən? Sən bizimlə indiki dillə desək məzələnirsənmi? Musa aleyhissalam isə deyir ki, mən cahil olmaqdan Allaha sığınıram. Daha sonra bu qurbanın rəngi, şəkli haqqında Yahudilər Musa aleyhissalama çoxlu bir şəkildə sual verirlər. Musa aleyhissalam onlara onun şəkli, yaşı, rəngi haqqında, xüsusiyyətləri haqqında uzun-uzadı izah verdikdən sonra deyirlər, aha, yaxşı ki, bunu bizə dedin. Və Allah Teala o qissənin sonunda deyir ki, onlar az qala o qurbanı kəsməyəcəkdilər. İkinci bir misal isə Bəqərə surəsi, Kəhf surəsindəndir. Kəhf surəsində insanların Əshab-ı Kəhfin sayı haqqında çoxlu ehtimallar irəli sürməsini, onların sayı 3 idi, 4-cü köpəkləri idi, 4 idi, 5-ci köpəkləri idi və s. Və Allah Teala deyir, onların sayını Allah bilir və bu işi, yəni Əshab-ı Kəhfin missiyasını buraxıb sırf onların sayı ətrafında düşünməyə Allah Quranda belə bir ifadə işlədir. Racmən bil qeyb. Qaranlığı daşlamaq. İkinci bir məsələ isə Əshab-ı Kəhf yuxudan oyandıqdan sonra onların üzərində insanların etdiyi mübahisələr. Bəziləri deyir, onların üzərində bir bina tikək. Üstün gələnlər isə deyir ki, onların üzərində biz məscid tikəcəyik. Əshab-ı Kəhfin tövhid dəvəti, onların dövrün zalim hökmdarına qarşı çıxması, Allahdan qeyri ibadət edilənləri tərk etməsi, bu səbəblə qiyamət qopacağına dair bir dəlil olaraq onların müəyyən bir müddət mağarada yatması ikinci plana keçir. Əsas məsələ onların üzərində nə tikəcəyi olacaqdır. Bax, dində xırdaçılıq və detalçılıq dedikdə, dinin əsas mesajlarını bir kənara qoyaraq ikinci dərəcəli məsələlərin önə gətirilməsi nəzərdə tutulur. Bunu bu dövrdə necə başa düşərik, necə anlayarıq? Bir dəfə İslam dəvətçilərindən biri bir kəndə gəlir və kənd ona deyir ki, kəndin bir başından o birisi başı bir-birindən danışmır, hətta dava həddindədir. Soruşduğu zaman ki, niyə? Onlar deyirlər ki, kəndin bir tərəfi Ramazan ayında təravih namazı, qılınan təravih namazlarını o 11 rükət qılır, bu birisi tərəfsi 23 rükət. Və buna görə bir-birinə yola getmirlər. İslam dəvətçisi onlara deyir ki,
təravih namazının hökmü nədir? Onlar deyirlər ki, sünnətdir. Yəni vacib deyil. Yəni icra edilərsə gözəl əməldir, edilməzsə heç bir problemi yoxdur. Digər tərəf isə deyir ki, və ikinci sual isə bu olur ki, bəs İslam qardaşlığının hökmü nədir? Hər iki tərəf deyir ki, vacibdir bu. O zaman bildirir ki, elə 11 rükət kılanlar 11 rükət kılsın. 23 rükət kılanlar 23 rükət kılsın. Önemli olan dinin önemli ilkin meseleleridir. Bütün Müslümanların ittifak ettikleri meseleler var. Yani Allah Azze ve Celle iman meselesinde. Biz Allah Teala'nın fiziki nöqteyi nəzərindən dərk edilmez olduğunu, uca sifətlere malik olduğunu, əzəmət sahibi olduğunu, bizi yarattığını, bizi yaşattığını, bütün ibadetlerin yalnız ona məxsus ediləcəyini və Allah Teala'nın bu sıfatlarını, Allah Teala'nın bu vəsflərini ona şərik qoşmağın heç cür ona şərik qoşmağın insanı əbədi cəhənnəmə atacağına dair ümumən ittifaq etdiyimiz təqdirdə bəzi cüz'i məsələlərin aramızda qarşılıqlı nifrət toxumu səpməsinə səbəbiyyət veririksə, biz detalçılığa gedirik, xırdaçılığa gedirik. Üst elmi səviyyələrdə müzakirə olunan məsələlərin sadə insanların gündəminə gətirilməsi xırdaçılıq yaradır. Allah Teala bizə namazı əmr edir. Namaz ümumi olduqda bütün ümmət onun rükətlərində ittifaq edibdir. Bütün ümmət namazın təkbirlə başlayıb salamla bitməsində rükünlərində, yəni qiyam, rükû, səcdə hallarında ittifaq edibdir. Onun içərisindəki detalların həddən ziyadə şişirdilməsi, mübahisə mövzusuna çevrilməsi, ikinci dərəcəli fiqhi məsələlərin namazın ümumiyyətlə qılınmasının önünə gətirilməsi, bax bu problemdir. Bir dəfə Facebook üzərindən bir dəyərli qardaşımız mənə sual verdi ki, mən namaza başlamaq istəyirəm, amma necə nətər başlayım bilmirəm. Mən də ona dedim ki, necə ürəyin istəyir elə də başla. Təbii ki, bu cür verəcəyim cavab çox adamın etirazına səbəb ola bilər və oldu da, biraz müzakirə edəndə başqaları ilə. Amma Allahu Teala bütün işini gücünü atıp belli vaxtlarda onun qarşısına çıxıb, onun qarşısında qulluq görevini yerinə yetirən bir insandan namazını qəbul edərkən uca Allah o detallar səbəbilə, o xırdalıqlar səbəbilə onu cəzalandıracaqmı? Axı Allah Teala nəyi cəzalandıracağına, nə və nəyə mükafat verəcəyinə dair Allah öz kitabında çox açıq bir şəkildə bizə bildirir. Allah Teala ibadətlərin qəbul olunması şərti olaraq bəli, niyyət və Peyğəmbərdən öyrənməyi bizə tövsiyə edir. Amma Peyğəmbərlərin detalçı olduğu, xırdaçı olduğunu düşünmək Quranın mesajları ilə ziddiyyət təşkil etməkdədir. Və bugün düşüncəmizə də o enibdir. Hətta bəzən bir məscid daxilində yan bayan ibadət edən müsəlmanların öncəlikləri buraxıb, ən önəmli məsələləri buraxıb, detallar üzərində bir-biri ilə münasibətlərinin gərginləşməsini görəndə insanı ancaq təəssüf hissi bürüyür. Ona görə əziz və dəyərli dostlar, xırdaçılıq 1000 illik irsin bir kənara atılması deyildir. Amma sizə bir şey deyim. O 1000 illik irsdə formalaşmış olan bəzi məsələlər əslində kitablarda əks olunan bir çox fıqhi məsələlər, yəni İslam hüququna daxil edilmiş məsələlər həyat praktikasında ömrünüzün sonuna qədər sizə böyük əksəriyyəti heç lazım olmur. Rast gəlmir. Amma Allahın sizə əmr etdiyi və mənə də əmr etdiyi Qur'ani prinsiplər və Peyğəmbərin yaşadığı prinsiplər nədir? Bu, ədalətli olmaq, ədaləti sevmək. Yaxşı insan olmaq, yaxşılığı sevmək.
zinakarlıqdan uzaq olmaq, əxlaqı sevmək. Cahilliyə adətlərində olduğu kimi lütflükdən, çılpaqlıqdan, ehtiras və şəhvət görüntüləri verməkdən uzaq olmaq və iffəti, həyanı sevmək. Ticarət etdiyi zaman çəkidə və ölçüdə düzlüyə riayət etmək. Ailə münasibətləri zamanı, ailə daxili münasibətlərdə təqvanı əsas tutmaq. Əhd bağladığımız zaman əhdlərə əməl etmək. Bu kimi ana və əsas prinsiplər, bax, bu bizi cənnətə aparacaq məsələlərdir. O ki qaldı, misal olsun, corablara mı məhs edək, dəriyə mi məhs edək? Dəri corablara mı, adi corablara mı? Zaten bu məsələlərin böyük mübahisə zəmininə gətirilməsi, yəni həqiqətənmi Allah Teala buna önəm verəcəkdir? İrsimizdə problemli tərəflər də var əlbəttə ki. Misal üçün, əqidə kitablarına bəzən xuflara məhs edilməsinin daxil edilməsi. İnsafən, Naskının əqidəyə nə aidiyyəti var ki? Əqidə qarşılıqlı çatışma mövzusu zamanı əmələ gəlir. Əqidənin əsası, əqidənin qəlbin bağlandığı dəyərlər Allahın nazil etdiyi dəyərlərdir. Allah-u Teala bizi dəri coraba mı, yoxsa indiki müasir corabı mı məhs etdiyimizdən dolayı mı hesaba çəkəcəkdir? Yəni, bax, bu detalçılıq budur, xırdaçılıq budur, qəlbləri bir-birindən ayıran şeylər budur. Ümumiyyətlə müsəlmanların dünyanı və ətrafı, insanları, cəmiyyəti, siyasəti, mədəniyyəti dərk etməsi qarşısında, düzgün dərk etməsi qarşısında olan maniyələr budur. Allah ən doğrusunu bilir.